Əhl-i-Sünnə dostum. Bir də- Əhl-i-Sünnə Buyur, dostum. buyur. 1397 Buyur, nömrəli hədis. 630 nömrəli Aha. hədis. 772 nömrəli hədis, 1441 nömrəli hədis. Menidən tut da Peyğəmbərin hansı sırayla və hansı saat daxilində cinsel münasibətə yaxın durduğunu açıqlayan hədislərimiz kimin nəyinə lazımdır? O hədislər Hədisdə bir dənə qardaş sözümü deyim, xahiş edirəm, haqqını alırlar. Sən mənə de görüm, hədisin səhihliyini ortaya qoy. Səhihliyini kimlər rəvayət edir Əhsən, hədislər? əhsən. Ayşənin özündən Gətir rəvayət ortaya olunur qoy. birbaşa. Ala, Gətirsə feilini ortaya qoy hədisin. ala. Gətir qoy ortaya. Ayşə qoy. rəvayət edir. Ay Çevik, o düzgün bir rəvayət deyil də, biz onu qəbul eləmirik. Sən qəbul eləmirsən, sən də rəvayətlərə gələcəm, heç bir problem yoxdur. Sən bunun əhlüsünnə dostum, əhlüsünnə dostum. Zəhmət olmasa sən bunun açıqlamasını hazırlayana qədər Rüfət qardaşdan mən hədis soruşum. Bir dənə sənə zəhmət verim. Bir saniyə, çoxsuz, siz var, nə qədər? Bir, hərənizə bir dənə mövzu verin. Hərənizə bir dənə mövzu verin. Rüfət qardaş arqument verim, sənə qayıdıram. Rüfət qardaş arqument verim, geri qayıdıram. Rüfət qardaşım, təqlid elədiyin birisi varmı sənin? Yoxdur. Əla, əhsən. O zaman sən Cəfərisən, düzdürmü? Mən müsəlmanam. Əzim, İmam Cəfər Sadiqdən gələn hədis qaynaqlarına etibar edirsənmi, eləmirsənmi? Əgər o mənim məntiqimə uyğun olacaqsa etibar edirəm. Çünki onun Əhsən, sənin məntiq xeyr. Mən Əhlişiyənin də rical elmini, bağlantıqını azdan-çoxdan bilirəm. Bir saniye canım gözüm. Nisa suresi 24. ayette mutenicah var mı yok mu? Dolayısıyla İmam Zafer Sadık'tan el mizanda qeyd olunan ton yarım hədis var. Zəhmət olmasa mən şərtlərini izah elə. O birisi qaqaşda rəhmət olmasa mən bu Peyğəmbərin zəhmət olmasa bir dəqiqə bayaqdan danışırsınız. Bir dənə də şeyi xahiş edirəm mən Cəfəri qardaşlarımdan ki, yuxarı qalxanda Cəfəriyəm deməyə qorxmayın, narahat olmayın. Cəfərisinizsə deyin Cəfəriyəm. Mən Şiətul Ali və Aliyun Cəfəri, İmam Cəfər Sadiq əleyhissalamın şiələrindənəm. Danmıyın ha kişi. Kişi hədis gətirsin görənlər bilir, mən də okey. İmran Əli, mən müsəlmanam, belə də Həzrət Əli şiəsiyəm. O ayrı mövzudur. Denən ki, mən şiəyəm də, ne deyirsən ki, belə... Yox, mən Cəfəri deyir, bölür. Mən bilirəm də o nə demək istəyəcək. Mən onu gələ müsəlmanam. Şiə müsəlman deyil ki, əzizim. Fərqi yoxdur. Denən elə, mən müsəlman deyirəm. Denən şiəyəm. Niyə demirsən? Denən tərəfdaram. Müsəlman elə şiədir. Mən müsəlmanam. Gətirdiyin hədisə dəlil cavab istəyirsən. Gətirdiyin hədisə cavab istəyirsən. Mənim gözəl qardaşım, müsəlman deməyim elə şiə deməyimdir. Müsəlmanam mən. Mən elə deyirəm. Yaxşı qardaş, bir dəqiqə. Sən İmam Sadiq Cəfərdən mən hədis deyəcəydin. Bir də o hədisi dirəndə zəhmət olmasa. Dedim şiələr bəyansın, bir də əhl-i-sünnə qardaş izah versin də hədisi. Əzim, dedim zaten. Rüfət qardaş, İmam Cəfər Sadiqdən hədis gəlir. Birbaşa. Hansı hədis? Siğə. Siğəyə pis baxan və ya siğəyə anormal baxan bizdən deyildir. Siğəyə pis baxan, anormal baxan bizdən deyildi. Mən siğəyə pis baxıram. Nədir siğə? Ay şey, Rüfət, siğə nədir? Siğə müvəqqəti kəbir. Allaha and olsun yalan deyirsən Rüfət. Siğə sözü müvəqqəti kəbindən mütəhi heç bir adiyyatı yoxdur. Siğəni iki dənə tacir də bir-biri ilə bağlaya bilər. Bax görürsən məsələ burasındadır. Yox, siğə başqa şeydir, müqavilə başqa şeydir. Qaqaş, mən o bilirəm o nə niyyətlə deyir. O müvəqqəti kəbir niyyəti ilə deyir. Yox, sən ora bağlamada sən istədiyini niyə verirsən? Sən istədiyini niyə verirsən? Belə o niyyətlə desən. Yox, o istədiyini, cavabım var mənim ona verməyə. Bir dənə sən səbirli ol, qaqaş, başıma dönərəm sən. O niyyətin mən bilirəm. O müvəqqəti kəbirdən deyir. Hədisimi qoy qırağa, al Quran ayəti. Nisa surəsi 24-cü ayət. Buyurun, Rüfət qardaş. Hə də ayətdə nə deyir ki? Deyir sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allah sizə buyurduğu hökmü bəllidir. Bunlardan başqalarıyla öz mallarınıza nikah etməklə zinakarlıq yol verməmək, evlənməmək sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq. Hə, nə var ki bu ayətdə? Deyir yəni ki haram edildi də. Əhlüsünnə qaqaş adam arvadına pul verər aldığı zövqə görə. Yox, bir dəqiqə qulaq as, mən aydınlığını verim də ayətin. Sən zəhmət olmasa burada problem yoxdur. Sən zəhmət olmasa burada iminli sənin qoşulmaq istəyən Hənəfi yazılıb. Onu qoş bura. Hənəfi yazılıb adına. 7 nəfər toplaşacaqsınız. Qoş bir dənə zəhmət olmasa xahiş edirəm. Hənəflər də çox istəyirəm. Sən ayətdən danış. Qoy da bir ayəti. Sən bu ayətdə iradın nədir?
İradım budur. Zövq aldığınız qadınlarla öz mehrinizi verin, pulunuzu verin, həm parası, düyünüzü verin, şəkərinizi verin. Bu nə cür bir məntiqdir? Allahu Akbar. Gör hara gəlib çıxmışıq ki, Əhl-i Sünnə siğə temasına aydınlıq verir ki. Yox deyə belə şey. Əhl-i Sünnənin özü belə mütənigahını rədd elədiyi halda Əhl-i Sünnə burada rəddiyə verir. Bu Yox arada deyə belə dostlar, şey. əhl-i sünnə mütənicahını rədd edirsə, misyarın açıqlamasını verməlidim hə. Şokdayım mən, şokda. Ümumiyyətcə mən sizə bir söz deyim, Çeviç bəy, bu siğə söhbət yoxdur İslamda. Yəni bu ümumiyyətcə O yox. zaman mütenin tam olarak ne demək olduğunu mən izah edeyim. Heç mən onu da qəbul eləmirəm. Mən öz əqidəmə görə onu da qəbul eləmirəm. Nədir sən əqidən? O zaman misyardan danış bizə görə. Misyar nədir tam olarak? Misyar yaxşıdır. Ondan danışım, mən də biraz qulaq asım. Maraqlıdır mənim. Nədir misyar qardaşım? İmran da bilmir. At səsini sənlə Hənəfi danışsın inşallah buradakı. Səsimi açırdım mən. Səsi də öz bağlayıb. Mən açmamışam. Mən bağlamamışam səsini. Hənəfi qardaş, buyur, xoş gəlirsən. Mən bu siğəyə zədə qəbul eləmirəm. Mən haram bilirəm ona görə. Sən özün Hənəfi deyilsən, Şafi məzhəbsən. Sən nə məzhəbsən? Hə, mən belə şeyləri qəbul eləmirəm. Əzim nə məzhəbsən? Şafi məzhəbsənsən? Hənəfi. Sən də Hənəfisən? Bəli. Anladım. Nəyi qəbul eləmirsən? Ayəti mi? Ayəti əgər Allah Subhanahu özü deyir, əgər Allah Subhanahu əmr etdiklərinə tabe olmalıyıq, çəkindirdiklərindən də çəkinməliyik, düz deyilmi? İndi əgər bir müsəlman hansısa bir ayətə qarşı gəlsə, istisna şəkildə kafir olur. Ayson, indi bu cümləni mən izah elə. Bu cümləni mən izah elə. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Ha? Muta değil bu. Oxuyum da bir dənə ayət edəcək, bir dənə gözlə. Oxudu. Hənəfi getdi ya bu arada. Hənəfi qalar. Gələcək yazıb mənə, gələcək. Hə, gözləyəcəm. Mən gələk bu ayəti araşdırım da, mən bu ayəti baxım görüm bu ayət hara gedir. Qardaşım biri danışsın, bir dənə araşdırıb. Nətə qardaşım bir danışın, nəyə ayəni oxuyurum. Deməli, sahib olduğunuz zariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir, nöqtə. Bunlardan başqaları ilə öz malınızla nikah etməklə zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara vacib buyurulmuş mehirlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən Allah biləndir, müdrikdir. Qardaş, mehir ümumiyyətlə mehir qadın hüquqlarını qorumaq üçün verilir. Yəni ona dəyərli olduğunu göstərmək üçün. Başlıq Tamam, parası. dəyərli oldu. Anladım onu. Dostum, bunu mən izah elə bir dənə. Bu cümlə tam olaraq nədir? Adam arvadına zövqünə görə pul verər, hər aldığı zövqə görə. Bu nə cür bir zəkat? Mən bir dənə izah elə. Sən bilgili yoldaşsan. Və hər axşam evdən evə gəlirsən işdən. Sən zövqü təkcə niyə pasteldə fikirləşirsən? Bir dənə gözdən xahiş edirəm. Qardaşlar, haqqınızı alın. Mehir nə deməkdir? Ərəbcədə mehir nə deməkdir? Bir də mehir müəxxər var. Mehir nə deməkdir? Bilirsən, Çevik? Deyəm bunu şeylə izah eləyəcəyik. Əhl-i sünnə qardaşım. Bəli, mən deyim sən bu ayətdə nə deməkdir? Ayətdə demirsən get. Hə. Nədir? Ayətdə demir, sən get, üzr istəyirəm, get, məsəl üçün öz qadınlarınıza mehir verin. Mehir orada o cümlədə gəlir ki, yəni ki, ondan sənə nə qədər istəyən hədis gətirərəm, sevginizi verin, sevginizi. Sevginizi verin, gətir hədisi. Bəli, bəli. Mən onu ayəti, mən sənə hədis gətsəm bu barədə nə edəcəksən bir belə insan üçün? Hədisi gətir. Nə edəcəksən? Qardaş, hədisə ehtiyac yoxdur. Ayətin təfsirini oxuyun bir dənə. Təfsirdən oxu təsbih. Bəli, oxu təfsirini oxu ayəti. Orada zövq söhbəti var, zövq söhbəti. Bir kişi bir xanımı ilə təkcə daha çox açılıb bir söhbət, ağzım açsa deyəcəm. Pasteldə zövq almır ki, bir kişi bir xanımı ilə kinoya gedəndə də zövq alır, bir dəniz qırağından gedəndə də zövq alır. Nə dəxli var? Kimdir? Rüfət sən qoy qaqaşa bir dənə hədis verim, o hədislərlə məşğul olsun, dalıyla sənə də keçirik. Qaqaş, əhl-i sünnə qaqaş, millət olaraq mövzudan, yox, bir dənə gözlə mövzuda qal. Milləti dinən. Mən Azərbaycanlıyam. Türksən, ləzgisən, talışsan, avarsan, nəsən? Azərbaycanlıyam mən. Millətin etnik kimliyin türkdür mü sən? Mənə türk lazım deyil, mən Azərbaycanlıyam.
Deyirəm ki, etnik kimliyin nədir sən? Ləzgisənmi, tatsanmı, talışsanmı, avarsanmı, nəsən sən? Yox, Azərbaycan yazılıb, Azərbaycanlıyam. Ay ki, milliyyətimi deyirəm, o coğrafi bölgədir. Milliyyətindən xəbərdar deyilsən. Hə, milliyyətim Azərbaycan millətiyəm də. Azərbaycan millət adı deyil. Azərbaycan bölgə adıdır, coğrafi, ulus kimlikdir. Hə, indi Sənin millətin nədir? Milliyyətin sənin fikrini də türk yedirik. Sən sözün biləsən nə deyirsən. Sən Türkiyə olmaq üçün... Mən Azərbaycanlıyam, əlhəmdülillah. Bu könüllü istəməyən adama... Hə, indi mən Türkəm. Bu ölkədə də kifayət qədər türk var. Sən məzəmmət olmasa bu seçkin hədisimizin tam olaraq nə demək olduğunu, kimin kimlə döyüşəcəyini izah elə keçirəm mən səni bunu aydınlaşdırana qədər Rüfət qardaşa. Sənin Səhih Buxarindəki hədis, sənin Buxarindəki hədis deyir ki, sənin Buxarindəki hədis deyir ki, türklərlə döyüşəcəyimiz vaxt qiyamət qopacaq. Mənə bax görüm, indi sən mənlə mi döyüşəcəksən? Gəldi Rüfət qardaş. Rüfət qardaş, siğə məsələsini aydınlaşdırdın mı sən? Qulaq as, ay Rüfət qardaş. Bir dəqiqə qoy fikrimi çatdırım da Allahu Ekber. Bir dəqiqə qadan alım. Deyirəm ki, mən çatdırım. Sən arxaya qayda, ayətə qayda kişi bu mövzuya Ayətə qayda. Onda məzəmmətimizə ilk cümləsini bir cümlə gedir. İlk cümləsini yox kişi, sən orada işarələdin, dedim mehir nə edir, mən dedim Cümlə gedəcək. Ayətin təsvirini aç. Sakit. Ayətin təsvirini aç. Cümlə gedəcək. Ayətin təsvirini aç da. Sakit. Ayətin nəyini açım? Aç ayətin təfsirini oxuyaq. Təfsir gətsəm qəbul eləyəsən. Aç ayətin təfsirini oxuyaq. Kimlə? Aç. Gətirin. Aç. Təfsir gəlir. Zövq almaq farklı da gəzə bilərsən. Sakit. Ay yoldaş, sakit. Təfsir gəlir, səbirli ol. Buyur, gətir. Nisa surəsi 4-cü ayət. Ayətin özünü oxu bir dənə. Arifə, bir dənə oxu da mənim yanıma adam gəldi, mən baxıram belə. Eşidirəm yəni. Oxuyun görək. Ne yazıyor burada? Savaş esiri olarak sahip olduğunuz cariyələr dışında evli bulunan kadınlarla evlenmeniz de size haram kılındı. Allah'ın size buyurduğu budur. Bunların dışında kalanları ise ne değil? Kalanları ise iffetli olarak zina etmeksiniz. Ne etmeyeceksiniz? Onun Azerbaycan dilisi yok idi. Azərbaycan dilisi yox idi, yox. Ay Sevil, kimdən gətiribsən təsvir? Kimdən gətiribsən? Gələ. Kimdən gətiribsən? Kimdən gətiribsən? Bəs eləyir. Ay yox, bəs eləmir. Kimdən gətirək sənin üçün? İbn Kəsirdən gətir mənə. Gətir də, İbn Kəsir yoxdur məndə. Gətir İbn Kəsirdən. Təsviri sən məndən oxudun, mən də sənə. Gətir İbn Kəsirdən. Mən gətirmişəm, gətir İbn Kəsirdən. İbn Şamdan gətir. İbn Şamdan gətir. Eyni şey demir vallahi, yalan danışır. Nətər eyni şeydir? Mənə bax, bu İbn Abbas səhabə idi deyildi. Nə boş-boş danışdın? Deyirəm İbn Kəsirdən gətir mənə. Deyirəm boş-boş danışma, deyirəm mənə görüm. Boş-boş, yox, bu dəqiqə hal-hazırda İbn Abbas səhabə idi deyildi. İbn Kəsirdən gətir. Ay yoldaş, mən sən üçün sən mücahid eləməzsin. Mücahid ədəbsizlik eləyirdi. Sən mən sualıma cavab ver. Elə mücahid nə deyirsə düz deyir. İbn Kəsirdən gətir deyirəm. Ay yoldaş, təsvir istədim. Mən də gətirdim. Niyə vurursan ki? Bax, çatında da yazırlar İbn Kəsir eyni şey deyir. Buyur gətir ekrana qoy. İbn Kəsirdən gətir. Gətir İbn Kəsirdən. Yuxarıda misafirlərin hamısı müsəlmandır qardaşlar. Elhamdülillah Rabbil aləmin. İbn Kəsirdən olduğunu da göstərək ki, sən təmiz əmin olasan da ki, nədir? Bax, İbn Kəsir. Gördün? İndi gəldi. Ayəni deyəm ki, ekran kiçildim ki, sən oxuma bilgili qardaşsan da yaxşı oxuyasan. Ne yazır burada qardaş? Sahib olduğunuz cariyələr istisna olmaq 50 qadınlar da haram edilmişdir. Allah sizə belə buyurmuşdur. Digərlərini zinakarlıq etmədən, iffət naminə malınızdan istəsəniz halaldır. Onlardan zövq aldığınız kəslərə haqqını verin. Haqqını verin deyənə nəyə nəzərdə tutur ki? Mən bildiyim qədərlə adam arvadına yəni zövqünə görə pul verməməlidir. Onu da sən deyirsən. Xeyr, sən bilirsən ərəbcə onun sən bilirsən 13 mənası var ərəbcə. Mə bax, say 13 dənə mənasın. Hə. Gözləyirəm, yazıram. Nə? Başladım mal alamağa. 13 dənə mənası var. Bayaqdan təfsir sən vurursan, mən vururam. Bayaqdan təfsir istəyirdin. Bayaqdan təfsir istəyirdin. 13 dənə mənasını say. Hə də nə deyir orada? Nə deyir o? Say bir. Yo, say bir. Gözləyirəm. 13 dənə mənası say. Ay ki, indi mən deyirəm çöldəyəm, mən gərək evdə olum ki sayım. Sənə deyir nə deyir orada? Deyirəm nə deyir orada? Nə deyir orada? Gətirdiyin təsvirlər nə deyir? Bir. Vətəndaşlar, bir. Deyirəm ki, əxli sünnə qardaş.
13 dənə mənası var mıdır, yox mudur? Varsa gətir, say. Gətirənmirsənsə iddia eləmə. İndi gəldi 2-yə. Qulaq, sakin. Sən mənə dedin ki, mənə ərəbcə mənasını gətir, semantikasını gətir, hermenevtikasını gətir. Yox. Mən sənə tərcüməsini gətirdim. Qoymuşam ekrana. Sən deyirsən ki, yox, indi də onu bəyənmirəm. Gələ bax nə deyirsən. Yox, mən demədim ki, bəyəm nə deyirəm orada. Bax, deyir ki, İffət naminə malınızda mehriyə ilə istəsəniz halaldır. Onlardan zövq aldığınız kəslərə haqqını verin. Kimdən zövq aldığın kəslərdən gedir söhbət bu və nə cür bir haqdan söhbət gedir? Puldan mı, paradan mı, nədən gedir? Bax, əgər mehriyə təyin edildikdən sonra razılaşsanız sizə heç bir günah yoxdur. Zövq alacağın, bax, bu əgər şey deyilsənsə, yəni 0.5 IQ-yə sahib deyilsənsə, bunları anlayacaqsan. Zövq aldığın qadına əgər mehriyə təyin edildikdən sonra razılaşsanız sizə heç bir günah yoxdur. İndi mənə bunun zəhmət olmasa, müddətsiğə müvəqqəti nicah olmadığını izah elə. Ya da qəbul elə ki, ya da qəbul elə. Əbu, sənə də gələcək növbə. 85 dənə hədisin var, narahat olma. Çox çeşid çox deyim məndə, hələ Əbu Davuda gəlməmişik. Əbu Davuda gəlməmişik. Nə var orada? Sən gözlə. Söhbət eləmişsiniz. Hərənizə bir dənə hədis verəcəm. İmam Cəfər Sadiqdən də sənə hədis hazırlamışam. Narahat olma, gəl danışacaqsan sən. Yox, bildim, bunlar görürəm danışmırlar. Mən danışım. Mən danışım da, bunlar danışırlar. Sakit, ya bu elə ona dir ayqa qaçdı, yan bu buna dir ayqa qaçdı. Elə bir razborkadayıq, bir nəfər də düşüb ortaya mirini həll eləyir. Deməli, burada söhbət nədir? Mən deyim. Ümumiyyətlə dini olmayan bir insan üçün mütə nikahının nə qədər vacib olub olmadığı hansı nüansda maraqlıdır, mənim üçün o özümə maraqlıdır. Nə üçün? Çünki dini olmayan bir insan zaten mətanətlə İsa bir yerdə sevişmək istəyirlərsə üzr istəyirəm. Bunlar üçün heç bir dua oxumağa ehtiyac yoxdur. Bunun da sayı yoxdur. Bugün mətanət olsun, sabahları nə bilim lətafət olsun, obüsü gün nigar olsun, sonra nərgiz olsun. Bunlar olsa ki, bu düşdən görəcəklər, heç bir günah yoxdur, zina yoxdur, Allah bunlar üçün yoxdur. Əhəmiyyət də kəsb eləmir. Yenə bizdə cəhənnəmdə bu 4 ay 10 gün iddə vaxtı var, namussuzluğun qarşısını alır. Bu yoxsa mənə çatmıyor oldu ki, bu duanın zadı qoyduq qırağa, ayəni qoyduq qırağa. Bu cəmaat onda belə düşsün, hoqqa versin də, nicahsız, zatsız elə kimlə istədi, bu gün mətanətlə, sabah lətafətlə, birisi gün nicarla, obüsü gün aysellə. Bu sənin fikrincə əxlaqsızlığın qarşısını almaq üçün nəzərdə tutulan bir ayə deyilmi? Əhsən. O zaman bu mənə ünvanlanmış bir sual değil İmran? Hə də sual verirəm, yəni bu əxlaqsızlığın qarşısını almaq üçün. Nə gözəl. Mən səndən soruşam, mən Mədəliyin baisi Fatma Gül gedib otelə, duasız şey eləyəndə, cüküldəşəndə olur əxlaqsızlıq, dua ilə cüküldəşəndə olur əxlaqlı. Ya indi burada bir şey var da, biri var ki, filankəsin bacısı gedir, bir gün filankəslə yatır, 3 gündən sonra başqası ilə yatır, bu başqa şeydir. Bir də var ki, ən azından bir çərçivədə... Bunu 3 gündən sonra eləyənmir axı, 3 ay gözləmə müddəti var bunun, 3 iddə müddəti. 4 ay 10 gündür, iddə vaxtı 4 ay 10 gündür, bu yenə pozğunluğun qarşısını alır. Biri var, bir gecə 4 aydan bir cüküldəşəndə olur, eləmi? Bu yenə əxlaqsızlığın qarşısını almaq üçün gözəl bir nümunədir də. 4 ay 10 gün buna heç dəymir də, bu istirahət edir. İmran, mən də bunun hikmətini soruşuram. Yəni birisi iddət müddətini gözləyib, 1 il ərzində 12 ay var da 4 aydan bir. 4 dəfə yata bilər, 3 dəfə, 4 dəfə yata bilər. Bu olur əxlaqlı. Eyni zamanda duasız yatsa olur əxlaqsız.